Yadıma gəlir bir dəfə şeyxlərin birine bir məsələyə görə sual vermişdim. Ciddi bir məsələ haqqındaydı. O şeyx dedi ki, icazəli deyil. Mən dedim ki, şeyxə, Allah sizdən razı olsun şeyx, heç mi buna çıxış yolu yoxdur da? Dedi ki, çıxış yolu niyə görə soruşsun? O qoymadı ki, məni danışam, ona izah eləyəm çıxış yolunu. Deyəndə ki, heç mi çıxış yolu yoxdur? Dedi ki, niyə görə çıxış yolunu soruşursun? Arxasında dedi ki, sabah Allahın qatında xilas olmaq üçün, düzdür? Dedim, bəli. O ki, mənə elə dediklərimi oxuyur da məndən. O dedi ki, nə cür ki, deyirsən, deyir, Allahın qatında xilas olmaq üçün çıxış yolu axtarsın, deyir. Mən deyir, elə cavab verəndə deyir, mən də Allahın qatında xilas olmalıyım axı. Mən də ona görə sənə çıxış yolu verməm. Subhanallah. Həqiqətən Rabbani alimlər, Rabbani şeyxlər bu cür olur. Niyə görə sən bu sualı verirsən? Ay Amid, misal üçün də. Amid sual verir ki, bu olduğu vəziyyətdən bir çıxış yolu tapsın. Şeyx də deyir ki, yəni xilas olmaq üçün Allahın qatına ki, Allahım soruşdun da, fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Allah Teala buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun. Şeyx də deyir ki, subhanallah, Allah şeyxə qorusun. Deyir ki, nə cür ki, sən deyir, qorxursan deyir, özündən sabah Allahın qatında xilas olmaq üçün. Mən də cavabından qorxuram.